Bu arada Interstellar filmi mənim ən sevdiyim filmdir. Bu filmlə əlaqəli bir maraqlı hadisə var, onu sizə danışacağım. Christopher Nolan ümumiyyətlə biləsiniz ki, CGI texnologiyasından, yəni kompüter qrafikasından o qədər də istifadə etməyə meyilli adam deyil. Ona görə çox kadrların realistik plonkaya çəkilməsini sevir. Bu da təbii ki, ayrıca zövq verir onun çəkdiyi bütün filmlərə. Interstellar filmi yadınızdadır. 500 hektarlıq qarğıdalı tarlası var. Bunu adam qərara gəlir ki, nə eləsin? Əksin. Əkirlər, becərirlər, böyüdürlər və filmin çəkilişlərini möhtəşəm şəkildə icra eləyəndən sonra adam adi bu məsələni filmin xərcinə çəkməkdənsə götürür bu qarğıdaları oradan yığdırır və satır. $100.000 xərci olan bir layihədən $162.000 gəlir əldə edirlər. Odur ki, bəzən məsələlərə digər bucaqdan baxsan, xərcli olan məsələləri gəlirli vəziyyətə çevirmək olar.